Salamlar, vaxtınız xeyir olsun. Biz bu 6-cı coğrafi dərsliyindən bölmə 2.1 miqyas mövzusu izahına baxacağıq. Gəlin vaxtırmadan dərsə keçək. Hər hansı ərazini kağızda təsvir etmək üçün onu kiçiltmək lazımdır. Bunun üçün də miqyasdan istifadə olunur. Miqyas yer səthi üzərindəki həqiqi məsafəni kağız üzərində ilk dəfə kiçildiyini göstərir. Bura qədər oxuda gəl mətni təhlil edək. Deyək ki, hər hansı ərazini kağızda təsvir etmək üçün onu kiçiltmək lazımdır. Bunun üçün də miqyasdan istifadə olunur. Miqyas dedik ki, nədir? Yer səthi üzərindəki həqiqi məsafə kağız üzərində neçə dəfə kiçildiyini göstərir. Məsəl üçün, biz bir ərazi təsvir etmək istəyiriksə, onu kağızda neçə dəfə kiçildərək təsvir etməyimiz mümkündür. Bunun üçün də biz miqyasdan istifadə edirik. Yəni, miqyasın tərifi, qısasa desək, hər hansı bir ərazini kağız üzərində, yəni plan üzərində neçə dəfə kiçildiyini göstərən bir riyazi ədəddir. İndi isə bizə belə bir nümunə verib. A şəklindəki, yəni A şəklimiz baxın budur. Təmizləyim. Baxın, A şəklimiz budur. Deyir ki, A şəklinin yuxarıda məktəb təsvir edilmişdir. Onun uzunluğu 40 metrə bərabərdir. Aşağıda şəkildəki onun uzunluğu isə 8 cm-dir. Baxın, buranı bizə deyir. 8 cm-ə bərabər. Deməli, məktəbin bizdən miqyasını istəyir. Biz miqyası istəyən zaman bu düsturları bilməyimiz mütləq şəkildə vacibdir. Baxın, birinci həqiqi məsafəni tapmaq istəyiriksə, həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Əgər biz xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafə bölünsün miqyas. Bəs xəttim pisdir. Daha sonra miqyası tapmaq istəyiriksə, həqiqi məsafə bölünsün xəritədəki məsafə. Bu bizim oldu birinci qeydimiz. İkinci qeydimiz olacaq, baxın. Standart 1 bölünsün 100.000. Baxın, 1 bölünsün 100.000. Bunu əzbər yadda saxlayın. Baxın, 1, 2, 3, 4, 5. Standart 1 bölünsün 100.000 bizdə 1 kilometrə bərabər olacaq. Daha sonra, yəni arxasında 5 dənə 0, yəni olması, onun kilometrlə ifadə olması deməkdir. Daha sonra 1 bölünsün 10.000, bizdə olacaq bu 100 metrə bərabər olacaq. Daha sonra 1 bölünsün 1000 bizdə bərabər olacaq 10 metrə. Daha sonra 1 bölünsün 100 bizdə bərabər olacaq 1 metrə. Bunları yadda saxlamağınız bəs kifayətdir. Əsasən, baxın, bunu yadda saxlayın. 1 bölünsün 100.000 1 kilometrə bərabərdir. Bu düsturları yadda saxlayın, əzbərləyin. İndi sizə baxaq. Deyir ki, bizdə A şəkildəki məktəb təsviri 10 uzunluq 40 metrə bərabərdir. Yəni, həqiqi məsafəsi 40 metr. Şəkildə uzunluğu isə, yəni planda uzunluğu isə 8 cm-dir. Bizdən miqyası istəyir. Baxın, bu düstur bizdən istəyir. Gəlin yazaq. Baxın, miqyas bərabərdir. Həqiqi məsafəsinə 40 metr bölünsün 8 cm. Baxın, fikir verirsiniz. Yəni, eyniləşdirmə aparmalıyıq da biz burada. Yəni, bir tərəfə eyniləşdirməliyik. Biz ona görə ən rahatı 40 metrə santimetrə çevirək. Bu olar bizdə 4000 santimetr. Yəni, buranı silək 4000 santimetr. Yəni, 4000 santimetr. Yəni, 4000 santimetr 8 santimetrə böləndə bizdə n bərabər olacaq nəyə? 500-ə. Yəni, biz həqiqətən görürük ki, təsvir kağız üzərində 500 dəfə kiçildilmişdir. İndi isə, yəni 500 cm dəfə kiçildilmişdir. İndi mən buraları təmizləyirəm. Daha sonra miqyas özünü 3 formada göstərir, yəni 3 formada göstərilir. Bunlar ədədi miqyas, izahlı miqyas və xətti miqyasdır. Gəlin ədədi miqyasa baxaq. Ədədi miqyas 1 bölünsün 500, yəni kağız üzərində 1 cm olan məsafə həqiqətən də 5 cm-ə bərabərdir. Yəni kağız üzərində 1 cm məsafə, məsəl üçün deyək, 5 metrə bərabərdir. Qısa yazıram, 5 metrə bərabərdir. Bu oldu ədədi miqyasımız. Yəni, ədədi miqyas şəklində göstərir. İzahlı miqyas ədədi miqyası izah edir.
Yəni 1 sm-də məsəl üçün 500 göstərilibsə 500 sm. Yəni izahlı miqyas şəklində göstərilir. Yəni deyir ki, 1 sm-də 5 metrə bərabərdir. Yəni kağız üzərində 1 sm məsafəsi 5 metrə bərabərdir. Yəni bu nümunəyə əsasən deyirik. Daha sonra xətti miqyas isə qrafik şəklində göstərilir və burada qeyd olunduğu kimi qrafik olaraq bərabər hissələrə bölünür və bölünmüş zolaqlar şəklində təsvir edilir. Şkala 0-dan başlayır. Başlanğıcda 5, daha sonra 0 və arta gedib 5, 10, 15, 20, 25, 30, 35, 40 və görürsünüz ki, buradakı rəqəmi yazmışdır. Yəni bu da oldu bizim xətti miqyasımız. Dedik ki, ədədi miqyas nədir? 1 sm-nə qədər olduğunu göstərir. Bir ədəd 1 sm-nə qədər olduğunu göstərir. Daha sonra izahlı miqyas, ədədi miqyası izah edir. Xətti miqyas isə qrafik şəklində göstərir. Bunu mən növbəti günlərdə miqyas məsələləri mövzusunda tam aydın şəkildə izah edəcəm. O videoya da baxmağı unutmayın. İndi isə gəlin fəaliyyət suallarına baxaq. Səhifə 28-dəki şəkildə yazılan miqyas formalarını qruplaşdırın. Gəlin səhifə 28-ə baxaq. Baxın, səhifə 28, baxın, bu olacaq. Aha, burada, baxın, səhifə 28. Burada miqyas, baxın, 1 sm-də 100 verir. 100 metr verir, 1 sm-də 100. Gəlin, indi onu biz qruplaşdıraq. Aha, baxın, dərsimiz burada. Ədəd şəkildə yazsaq, 1 sm-də 1 bölünsün 100. 1 bölünsün 100. İzahlı şəkildə yazsaq, 1 sm-də 100 metr. Yəni 100 metr əslində deyil, yəni bu olacaq 1 bölünsün 10 min. Yəni belə bu şəkildə təsvir etmək daha yaxşı olar. Xətti miqyasda da biz belə göstəririk ki, baxın belə göstərək. Buraya yazaq 0, buraya yazaq 100. Daha sonra yazılsın, buraya 0, 0-dan sonra təzən 100 gələcək. 200, 300, yəni beləncə 100 arta gedəcək. Bu oldu birinci tapşırığımızın cavabı. Daha sonra ikinci tapşırığa baxaq. Boş xanaya uyğun ədəd tapmaqla ədədi miqyası izahlı miqyasa çevirin. Gəlin çevirək. Ədədi miqyası izahlı miqyasa çevirən zaman arxasındakı sıfırlar atırdı. Yəni standart demişdik ki, yəni 1 bölünsün 100 min 1 kilometrə bərabər olduğu üçün biz standart olaraq miqyasın arxasına 5 sıfır atacağıq. İndi gəlin tapşırığa baxaq. Birinci A-da deyir ki, 1 bölünsün, bu neçədir? 250 mindir. Və bizdən 1 sm neçə metrə bərabər olduğunu soruşur. Gəlin arxasındakı sıfırları ataq. Baxın, 1, 2, 3, 4, 4 sıfır atdım. Artıq biz 5-dən atmalıyıq. 5-dən sıfır atanda, baxın, bu 5-in özünü vergül qoyuram, 2 olur, 2.5. Yəni biz belə də bunu oxuya bilərik. 1 sm, yəni 2 kilometr 500 metr və yaxud da 2500 metr kimi bunu oxuya bilərik. Biz gəl metr kimi istədiyi üçün biz bunu 2500 kimi oxuyacağıq. Daha sonra bunu həll elədik. Daha B-yə baxaq. Deyir ki, bizdə deyir ki, 1 bölünsün. Burada desən, baxaq görək, burada rəqəm biraz böyükdür. 1 bölünsün 700 milyonu bizdə 1 sm-də neçə kilometr olduğunu soruşur. Yəni burada sıfırlarımız çoxdur. Arxasına 5 sıfır siləcək. Baxın, 3 səni buradan sildim. 3 buradan sildim, 2 də buradan siləcəm. Yəni olacaq nə? 1 sm-də 700 kilometrə bərabər olacaq. Yəni bu bir qayda olaraq yadda saxlayın ki, ədədi miqyası izahlı miqyasa çevirən zaman arxasına 5 sıfır siləcək və yaxud izahlı miqyası ədədi miqyasa çevirən zaman isə arxasına 5 sıfır əlavə olunacaq. İkinci üçüncü tapşırığa baxaq. Boş xanala uyğun gələn ədədi tapmaqla izahlı miqyasa çevirin. Baxın, indi bizdən izahlı miqyasa çevirir. Baxın, 1 bölünsün 1 sm-də da doğrusu 20 metrdir. Bizdən bunu izahlı miqyasa çevirməyimizi istəyir. İzahlı miqyasa çevirən zaman 20 olduğuna görə 20 metr olduğuna görə biz demişdik ki, yəni arxasında
arxasına biz 3 dənə sıfır əlavə edirik. Daha doğrusu arxasına biz 2 sıfır əlavə edəcəyik. Yəni biz demişdik ki, standart 1 bölünsün 100.000 bizdə dedik 1 kilometrə bərabərdir. 1 bölünsün 10.000 bizdə bərabərdir 100 metrə. Daha sonra 1 bölünsün 1000 isə bərabərdir bizdə nəyə? 10 metrə bərabərdir. Biz də 1 santimetre 20 metre ədədi miqyası çevirən zaman arxasına 2 sıfır əlavə edəcək. Bu da olacaq bizdə nə? 2000. 1 bölünsün 2000. Daha sonra B'yə baxıb, B daha rahatdır. 1 santimetrdə 15 kilometrdir. Kilometr verildiyi üçün biz elə 15-in arxasına 5 dənə sıfır yazacağıq. Baxın 1, 2, 3, 4, 5. Yəni bunu da belə dediyim kimi standart 1 bölünsün 100.000 1 kilometrə bərabərdir. 15 kilometr verildiyi üçün 15-in arxasına 5 dənə sıfır əlavə edəcəyik. Daha sonra 4-ə baxaq. Buraları təmizləyim. 4-ə baxaq. 4-də deyir ki, 1 bölünsün. Baxaq görək. Rəqəm böyükdür. Hər nəysə oxumayaq. 1 bölünsün. Bu qədər ədədir. Biz izahlı miqyasa çevirəcəyik. Yəni arxasında 5 dənə sıfır silərik. Bu bizdə 15 kilometr olacaq. Yəni baxın 1 santimetrdə 15 kilometr olacaq. Daha sonra bizdən onu izahlı miqyasa, xəttli miqyasa çevirməyimizi istəyirkən burada elə bu xəttə çevirək. Bu qədər bəsdir. Məsələn, bura 0, bura 15, daha sonra yenə 15, 30 və 45. Yəni 15-15 arta gedəcək. 0-dan 15-15 arta gedəcək. Bu oldu bizim xəttli miqyasa çevirməyimiz. Daha sonra baxaq, növbəti tapşırığa baxaq. 5-ə baxaq, xəttli miqyasa ədədi və izahlı miqyasları çevirib yazın. Xəttli miqyası baxın 1 bölünsün izahlı miqyas şəklində baxın burada 100 kilometr verir. Biz bunu santimetrdə bizdə metr kimi istəyir. Biz bunu 1000-ə vuracağıq. Biraz 1000-ə vuraq. Bizdə biraz daha çox olundu. Bu olacaq bizdə. Baxın belə olacaq. 1, 2, 3, 4, 5. Yəni bu qədər metr eləyəcək. 100.000 metr, 1 santimetr 100.000 metrə bərabər olacaq. Ədədi miqyasa çevirən zaman isə arxasında 5 sıfır əlavə olunacaq. Yəni, baxın ədədimiz belə olacaq. 100, 1, 2, 3, 4, 5, baxın belə. Bu oldu bizim ədədi miqyasa çevirməyimiz. Yəni, yadda saxlayaq, bir də təkrarlayaq. Düsturumuz dedik ki, həqiqi məsafəni tapan zaman xəritədəki məsafə vurulsun miqyas. Xəritədəki məsafəni tapan zaman həqiqi məsafə bölünsün miqyas. Miqyası tapan zaman isə dedik ki, həqiqi məsafə bölünsün xəritədəki məsafə. Daha sonra dedik ki, biz ədədi miqyasdan izahlı miqyasa keçən zaman arxasına 5 sıfır silirdik. İzahlı miqyasdan ədədi miqyasa keçən zaman ədədin arxasına 5 sıfır yazırdıq. Yəni, baxın, bu da belə. Bir də ədədi miqyası, yəni qrafik şəklində göstərmək istədiyimiz zaman, yəni izahlı miqyası qrafik şəklində göstərdiğimiz zaman birinci rəqəmin özünü yazırdıq, daha sonra 0, daha sonra yenə həmin rəqəmin özü və həmin rəqəm qədər arta yazırdıq. Məsələn, burada göstərib 100, 0, daha sonra 100, 200, belə. Tapşırığa davam eləyək. Plan və xəritələrdə məsafə ölçmək ilə miqyası əsasən yer səthindəki həqiqi məsafəni hesablamaq mümkündür. Ədədi və izahlı miqyaslar istifadə etməklə həqiqi məsafələri də belə tapmaq olar. Yəni dedik ki, tapşırıqları işləyən zaman qeyd elədik ki, biz miqyas vasitəsilə yer səthindəki həqiqi məsafələri tapmaq mümkündür. Daha sonra birinciyə baxaq. Plan üzərindəki iki məntəqə arasında olan məntəqə məsafə xəttkeşlə ölçülür və plan üzərində iki məntəqə arasındakı olan məsafə xəttkeşlə ölçülür və neçə santimetr olduğu müəyyən edilir. Baxın, burada pərgər vasitəsilə ölçülür və xəttkeşdə qeyd olunur. Daha sonra müəyyən edilən məsafə miqyasa vurulur. Yəni dedik ki, xəritədəki bu bizim dediyimiz düsturca, yəni həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Yəni baxın, bu dediyimiz düstura gəlib çıxır.
İndi isə gəlin tapşırıqlara sonra baxaq görək, burada da qeydlər var. Xətti miqyas vasitəsilə məsafənin uzunluğunu təyin etmək olur. Yəni hesablama aparmaq üçün əvvəlcə pərgərlə plandakı məsafə ölçülür, daha sonra isə pərgər xətti miqyasının üzərinə qoyulur. Yəni biz xətti miqyasla obyektin uzunluğunu təyin edə bilərik. Məsələn, bu obyektin uzunluğunu, bu yol uzunluğunu biz təyin edə bilərik. Yəni xəritədə, yəni pərgər vasitəsilə buradan buranı ölçərik, daha sonra buradan bu hissəni ölçərik və buradan bu hissəni ölçüb toplayıb planın miqyasına vuraraq həqiqi məsafəsinin uzunluğunu tapa bilərik. İndi isə gəlin sualları cavablandıraq. Səhifə 28-dəki A planında sənin evindən stadiona qədər getdiyi yol həqiqi uzunluğu hesablayın. Siz bunu hesablamaq üçün xəttkeş vasitəsilə və yaxud da ıslanmış sapla baxın yolun üzərinə qoyaraq tapa bilərsiniz. Həmin sapı daha sonra xəttkeş üzərinə qoyub məsafənin uzunluğunu tapa bilərsiniz. Təxminən 22 sm bərabər olacaq. Daha sonra həmin məsafəni də miqyasa vuraraq həqiqi məsafəni, yəni sənanın getdiyi yolu tapmaq mümkündür. Bu oldu bizim 6-cı tapşırığın cavabı. 7-ci tapşırığa baxaq. Siz hansı miqyasdan istifadə etdiyiniz seçiminizi əsaslandırın. Mən burada xətti miqyasdan istifadə elədim. Siz izahlı miqyasdan da istifadə edə bilərsiniz. Sizin üçün hansı daha uyğundursa. Daha sonra 8-ə baxaq. Miqyası 1 bölünsün, baxın, 1 bölünsün 250 min olan xəritə üzərində iki obyekt arasındakı məsafə 5 cm obyekt arasındakı həqiqi məsafəni hesablayın. Deyək ki, həqiqi məsafəni tapan zaman həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun, miqyas. Burada iki miqyası gəlin azad eləyək. Birincisi, yəni izahlı miqyasa çevirək. Baxın, bu sıfırlar silirik. Sıfırlar silinəndən sonra yerdə qalır nə? 25, 5'i də vergülə qırağa ataraq, yəni 1 santimetrdə 2500 metrə bərabər olur. Və iki obyekt arasında məsafə 5 santimetrə bərabərdir, 5 santimetr. Və bizdən obyekt arasındakı həqiqi məsafəni istəyir. 2500 də gəlin biz santimetrə 2500 santimetrə çevirəndə 100-ə vuranda onu da biz eləyəcək 2500 təxminən 250 min eləyəcək, 250 min santimetr eləyəcək. Yəni həmin ədədi də böləndə 5-ə böləndə bu da eləyəcək bizdən neçə? 1, 2, 3 50 min, onu da 100-ə bölsək bizə verəcək, yəni 500. Yəni həqiqi məsafəmiz olacaq 500 metr. Yəni belə deyək, gəlin daha biraz. Yəni biz bunu tapmaq üçün tapdıq ki, baxın, gəlin izah edeyim. Birinci tapdıq ki, izahlı miqyasa, ədədi miqyası izahlı miqyasa çevirdik ki, gördük ki, 1 santimetrdə 2500 metrə bərabərdir. Lakin bizdə iki obyekt arasındakı məsafə 5 santimetr olduğuna görə 2500-də biz nəyə çevirməli idi? Santimetrə çevirməli idi. Santimetrə çevirib, daha sonra isə 5-ə böləcəkdik. 5-ə böləndən sonra cavab 50 min eləyəcəkdir. 50 min də 100-ə böləcək, cavab 500 edəcək. Ya da bunu elə qısa da yazmaq olar. Yəni 2500 bölünsün 5, o da eləyəcək 500. Yəni bunu da qısa yazmaq, belə yazmaq daha sərfəlidir. Yəni düzgün cavab burada 500 edəcək. Yəni daha qısa yolunu, bu indi məktəb dərsi olduğu üçün daha uzun izah verməli oldum. Lakin qısa versiyası 2500 bölünsün 5 elə 500-ə bərabər olacaq. Həqiqi məsafəmiz 500 metr olacaq. Daha sonra 1 santimetrdə 10 metr olan izahlı miqyası nəzərə alın və sinif otağının uzunluğu və kağız üzərində təsvir edin. Bu sizin müstəqil işinizdir. Bunu özünüz sinif yoldaşlarınızla müstəqil şəkildə işləyərsiniz. Daha sonra yer səthində A-B məntəqələr arasında həqiqi məsafə 3000 kilometrdir. Bu məsafə miqyası görək neçədir? 1 bölünsün 6 milyondur. Miqyası xəritədə neçə santimetr olduğunu tapın. Gəlin tapaq. Gəlin birinci miqyasdan azad edək. Azad edilen zaman 1 santimetrdə 60 kilometr olacaq. Yəni 3000 bölünsün 60 bizə verəcək 50-ni. Yəni burada düstur tapaq. Düstur yerinə qoyaq yazaq.
Hemen temizleyeyim. Bizdə həqiqi məsafəni verib. Həqiqi məsafə 3000-dir. Və miqyasımız da verir. Miqyasımız da tapmışlar ki 1 cm-də 60 km-dir. Və xəritədə məsafəni tapan zaman həqiqi məsafəyi 3000-i böləcəkdik. Yəni 60-a, o da biz eləyəcəkdi 50-ni. Yəni 50 cm xəritədəki neçə santimetrdir? AB məntəqələrindəki məsafə 50 cm-ə bərabərdir. Sonra turistlər 6 km/saat sürətlə 4 saat yol gedirlər. Bu yolun uzunluğu 1/200 min miqyasda xəritədə neçə santimetrə bərabərdir? Bu gəlin yazaq. Sonuncu tapşırığımızdır. Yəni 1 saatda 6 km yol gediblərsə, yəni 1 saatda 6 km yol gediblərsə, 4 saatda yəni x kilometr yol gedəcəklər. Yəni biz buradan tapırıq ki 6 vuraq 4 eləcək 24, yəni 4 saatda 24 km yol gedəcəklər. Biz tapdıq ki həqiqi məsafə 24 km-dir. Daha sonra miqyasımız 200 min və xəritədə neçə santimetrdir. Demişdik ki miqyasdan azad edən zaman arxadan 5 0 silirik. Yəni 2 olacaq. 1 cm 2 km. Yəni 24 bölünsün 2 də bizə eləyəcək 12. Yəni xəritədə bu məsafə 12 cm-ə bərabər olacaq. Videonun izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Biraz sinif testi olduğu üçün testə qarşı gələ bilər. Lakin miqyas məsələləri mövzusunda bu mövzunu daha ətraflı şəkildə izah edəcəm. Videonun üçün bir daha təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşəndə hələlik.